Salamlar hər kəsə. Bu günləri sizə esse ilə bağlı yeni qərarı izah etmək istəyirəm ki, hansı dəyişikliklər var və imtahan prosesi necə olacaq, o haqqda istədim sizinlə danışım. Deməli, dəyişikliklər nələrdir? Biz elə bilirdik ki, yalnız 100 sözdən artıq esse yazılanda bal verilir və yaxud da 100 sözdən aşağı yazılsa bal verilməyəcək. Artıq bu qərarda dəyişikliklər oldu. Mən ona görə tam dəqiq qərarı gözləyirdim. Deməli, biz ən azı 70 sözdən ibarət esse yazmalıyıq. Həmçinin də bu essedə hər ehtimala qısa sözləri saymayın, artikelları, söz önlərini saymayın və eyni təkrar sözləri də işlətməmək şərti ilə təbii ki. Belə deyim şagirdlər, əlavə olaraq da onu da deyim ki, imtahan prosesində 3 saatlıq vaxtımız var idisə, artıq əlavə 15 dəqiqədə vaxt veriləcək, yəni essenin yazılması ilə əlaqədar. Nə yaxşı ki, bu məsələyə biraz da olsa siz tərəfdən xeyrinizə bir qərar verdilər. Mənfi cəhəti odur ki, 16.75 bal verirlər, yəni 9-cu siniflərdə olduğu kimi. Yəni 9-cu siniflərdə necə ki, şəkilli esseye 16.75 bal verilirdisə, 5 ballıq meyardan hesablayırdılarsa, eyni formatda 11-ci siniflərdə də belə olacaq. Sevindirici hallardan biri də odur ki, əvvəl biz elə bilirdik ki, 100 sözdən ibarət esse yazılmasa tam bal verilməyəcək. Amma yeni qərarda deyilir ki, yəni sən fikrini tam dolğun şəkildə, bütün qaydalara əməl edərəkdən, ardıcıl şəkildə yazsan, 70 söz belə kifayətdir. Sadəcə sən orada təbii ki, linking words-lərə diqqət eləməlisən, başlanğıclara, topic sentence-ə və yaxud da düzgün formada sonluq verməlisən ki, sənə tam bal verilsin. Digər esselərdən fərqi odur ki, deməli biz əvvəl fərqli abzaslardan, yəni bir neçə abzas yaza bilərdiksə, fərqlilik odur ki, artıq esse tam bir abzas şəklində yazılacaq. Yəni giriş hissəni də, orta hissəni də, sonluq hissəsi də hamısı bir abzasda olacaq. Bir əsas cəhətində sizə qeyd edim ki, əgər essemiz 70 sözdən azdırsa həcmi, bu esseni ümumiyyətlə yoxlamayacaqlar. Tam şəkildə sizə 0 balı avtomatik verəcəklər. Amma ki, yazdığınız esse 100 sözü keçməsə belə tam dolğun və anlaşıqlı şəkildə, məntiqli şəkildə yaxşı sonluqda vermisinizsə, cümlələri bir-birinə əlaqəli mürəkkəb cümlə strukturundan istifadə eləmisinizsə, sizə tam bal veriləcəkdir. Essedə hansı ki, mən özüm paylaşmışam, 11-ci sinif 2027-ci il 11-ci sinif imtahan modeli necə olacaq, o haqqda bütün sosial şəbəkələrdə nümunə paylaşmışam. Hansı ki, DİM öz rəsmi səhifəsində paylaşmışdı. Deməli, biz esseni yazılma qaydaları haqqında da bu arada YouTube-da da, bütün sosial şəbəkələrdə izahını da vermişəm, nümunə də vermişəm. Yenə də xatırlatma eləyim ki, mütləq şəkildə biz yaddan çıxartmırıq. Bütün fikirlərimizi bir abzasda yazırıq. Topic sentence olmalıdır. Yəni opinion sənin fikrinlə bağlı esse olduğuna görə sən öz fikrini müsbət və yaxud da mənfi cəhətdən bildirirsən. Müsbət cəhətdə bildirsən belə mənfi cəhətdən də sən buna yanaşmalısan. Misallar verməlisən, nümunələr olmalıdır. Fakt bilirsənsə faktı bildirməlisən. Buna xüsusi diqqət və hər iki tərəfdən arqumentə yanaşmaq lazımdır. Xüsusilə də linking words-dən istifadə və esse düzgün şəkildə sonluq verməyi unutmursunuz.